Dəyərli, əziz Masallı sakinləri, siz də heç tərəddüd etmədən, əgər alış-veriş istəyirsinizsə, hara gəlirsiniz? Masallının ürəyində olan Trend Yol nömrə 1 mağazasına gəlirsiniz, pulunuz az çıxır, keyfiyyətinə də söz ola bilməz. Və biz bugün burada toplaşdıq, açılışımızı eləyəcəyik, amma bizim bir ağsaqqalımız var, Seyid İlyas bəy. Mən istəyirəm ki, bir böyük kimi Seyid müəllimə söz verim hacıya. O da xeyir duasını verdisə, vəssalam, bu dükan həqiqətən də xeyir tapacaq. Bismillahirrahmanirrahim. Əvvələn xoş gəlmişsiniz. Masallının gözəl, yaxşı yerində böyük bir dükan tikilib. Orada bizim vətəndaşların bir neçəsi zəhmət çəkib işləyəcək, ayrı uşaq saxlayacaqlar. Böyük bir neymətdir. Hamımız bundan inşallah bəhrələnərik. Allah xeyir versin, Allah mübarək eləsin, Allah bərəkətli eləsin inşallah. Biz də ədalətli olaq və haqq yolunda sabit qədəm olaq ki, Allah Teala bizim bərəkətimizi artırsın. Hamımız çox sağ olun, Allah razı olsun. Cəmiyyət hamımızdan. Allah bütün zəhmət olanların zəhmətin qiymətləndirsin və bərəkət versin inşallah. Çox sağ olun. Sağ olun. Və istəmirəm ki, vaxtı çox itirim, dəyərli əziz qonaqlar. Çünki 30 illik həsrətə son qoymuş, qalib gəlmiş bir ölkəyik. Bunu heç bir zaman unuda bilmərik. Və bu qalibiyyəti bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. Onların sayəsində biz 30 illik həsrətə son qoyduq, vətənimizi, Qarabağımızı xəritədə yenidən Azərbaycan adı altında birləşdirdik və az öncə də söylədiyim kimi hal-hazırda da igid cəngavərlərimizi Allah qorusun ki, onlar yay, qış, gecə, gündüz bilmədən vətənimizin keşiyində dururlar. Təbii ki, onların o borcu olsa da bizlərin də onlara minnətdarlıq borcu var. Çünki onlar bizləri qoruyurlar və burada bugün şəhid ataları gəlib. Mən istəyirəm ki, az öncə burada gələn qonaqlar görmüşdülər ki, Seyid İlyas bəy də öz xeyir duasını vermişdi. Mən istəyirəm ki, şəhid ataları var burada, onlar da xeyir duasını versinlər. Və sonra da digər musiqili qonağımızı dəvət edəcəm. Mən özüm yaxınlaşacağım. Bir də icazə verin, zəhmət olmasın. Allah rəhmət eləsin. Axır qəminiz olsun. Siz şəhid atasısınız. Mən istəyərdim ki, siz də bir xeyir duanızı verəsiniz. Əvvəla Masallı əhlini, cəmaatını salamlayırıq. Bir də ki, bu Trend Yol nömrə 1 mağazasının açılışında iştirak edənlərə can sağlığı dilirik. Allah var eləsin. Hər zaman mağazaya gəlib oradan alış-veriş edə bilərsiniz. Allah xeyir versin. Necə deyərlər, onun sahibi Elnur bəyə də təşəkkür edirik. Sağ olsun ki, bizi dəvət elədi. Çox mübarək, xeyirli olsun. Allah'ın salamı olsun hər bir kəsə. Mən də sizləri salamlayıram. Hamımız bu tədbirə xoş gəlmişsiniz. Allah'tan arzum budur ki, burada yığılanlar, təmi insanlarımızın maddi durumu o da gözəl olsun ki, hər biri, hər ürəyindən keçəni burada ala bilsin. Elnur qardaşıma da təşəkkür edirəm ki, belə bir gözəl bir məkanın açılışında bizləri dəvət edib və uğurlar arzu edirəm. Hər birinizə can sağlığı arzu edirəm. Sağ olun, minnətdarım. Çox təşəkkür edirəm. Axırıncı qəminiz olsun söyləyirəm. Və Ruslan bəyi də burada görürəm. O da xeyir duasını versin və növbəti musiqili qonağımızı da elan eləyəcək. Allah xeyir versin. Elnur qardaşımıza da, buranı götürüb işlədənlərə də bərəkətli olsun. Çox sağ olun, hamınız əziyyət çəkib gəlirsiniz. Masallımız üçün yeni bir iş yeri açılıb, bir ticarət mərkəzi açılıb. Xeyirli olsun. Elan eləyək.
Nə deyirəm? Ən əsas məqam hansı məqamdır? Təbii ki, istənilən bir dükkanın qırmızı lenti kəsilir. Bugün də biz hara yığışmışıq? Masallıdayıq. Trend yol nömrə 1 mağazasının qırmızı lentini kəsməyə. Müdiriyyəti dəvət eləyirəm. Müdiriyyət gəlsin, zəhmət olmasa. Gözümüz aydın olsun. Uşaqlar, bir dənə icazə verək, zəhmət olmasa. Müdiriyyəti dəvət eləyirik. Gəlin. Bircə dəqiqə. 1, 2, 3. Ya Allah, xeyirli, uğurlu, ruzulu, bərəkətli olsun. Her şeye tepkili dünyaya gelmişsin. Nasıl zarafet Allah'ım, çok güzelsin. Biraz kusur ve bari olan var olmayan var. Ayarı yok harbi 40 yılda bir gibisin. Ve her şeye tepkili dünyaya gelmişsin. Nömrə 1 mağazasının ilk şirini payı kəsdi. Alqışlar zəhmət olmasa. Ruzulu olsun, bol müştərili olsun. Axırıncı deyil, axarıncı olsun. Növbəti filiallarda da biz gələk. Mən əminəm ki, bugündən Masallı sakinlərinin ən sevimli bir məkanlarından birinə çevriləcək. Çünki keyfiyyətli geyimləri axtarırsınızsa, Trendyol nömrə 1 mağazasına üst tuta bilərsiniz. Çox təşəkkür eləyirəm, çox sağ olun. Xoş söz söyləyən, sağ olanam, çox sağ olun. Xoş sözlər söyləyən bütün bizim Masallı sakinlərinə öz adımdan Trendyol nömrə 1 mağazasının müdiriyyəti adından təşəkkür edirəm.